Bu həmən o transformasiyanıdır. Nə vaxt sən sadəcə biliklər sənə gəlib də onu götürmüsən, yox, sən imanını elə əmələ də çevirmisən. Bax, o anı heç vaxt unutmursan və onun çalışdığını müşahidə edəndən sonra sən onu həyatında praktika edirsən, daimi olaraq. Bəli, elə olur ki, indi bəzən buraxırsan nəyisə, amma onu xatırlayaraq yenə də nələrisə düzəldə bilirsən. Bu çox önəmli bir dərsdir. Çünki həmən zaman mən düşündüm ki, həmən onun yerində olsaydım, özümə qarşı necə davranış istəyərdim. Başa düşürsünüz? Bax, bu həmən odur ki, nə vaxt insan bunu düşünərək başqasına qarşı yaxınlaşa bilər, addım ata bilər, üzr istəyə bilər, sevgisini göstərə bilər, xoş münasibətini və hörməti göstərə bilər. Bu çox önəmli bir məqamdır, həqiqətən də. Yəni, o ömürlük mənim üçün bir dərs oldu, xoş bir dərs oldu. Bəzən dərslərimiz ağır olur, çox baha başa gəlir bizim üçün, amma bu yanaşma mənə öyrətdi ki, ümumiyyətlə biz dərsi sadəcə elə ağır ki, başımız daşa dəyərək yox, eyni zamanda yəni belə də yaşaya bilərik. Çünki həmən bir yerdə məsuliyyət var idi. Məsuliyyətli davranış idi və hörmət göstərərək davranış idi. Başqasını düşünərək bir davranış idi. Yəni özünü başqasının yerinə qoyaraq bir davranış idi. Hər şey bundan formalaşır. İnsanın münasibəti necədirsə, necə o davranış göstərirsə ətrafına qarşı və bu dünyaya qarşı eyni bir şeyin də 5 qatını, 10 qatını geri alır.